Azərbaycanla Polşanı müqayisə etdiyimiz bu seriyamızda bugünkü mövzumuz bank sistemləri olacaq. Kreditlər və faizlər haqqında danışacağam. Hər iki ölkədə də bank sistemləri kifayət qədər inkişaf eləyir. Faizlərə gəldiyimiz zaman Azərbaycanda bankların faizi olduqca yüksəkdir. Polşada isə bir miqdar bu faizlər aşağıdır. Kreditlərə gəldiyimiz zaman isə kreditlər hər iki ölkədə də banklara müraciət eləyib kredit almaq olar. Polşada bir Azərbaycanlı vətəndaş olaraq kreditə müraciət eləmək bir qədər çətindir. Mümkündür, lakin bir qədər çətindir. Çünki Polşa banklarının olduqca tələbkar bir sistemlə işləyir. Sizdən çoxlu sənədlər tələb olunur. İstər yaşayış haqqında arayış, iş yerindən arayış, Polşada qanuni şəkildə yaşamağınızı təmin edən sənədlər və bir çox saymadığım sənədlər sizdən tələb olunur. Dediyim kimi, Polşada da kredit almaq mümkündür, lakin bir qədər çətindir. Hər iki ölkənin də bank sistemləri haqqında sizlərə məlumat verdim. Xal verməyə ehtiyac olsa, əslində mən heç bir ölkənin bank sisteminə xal vermək istəmərəm. Hər ikisinin də mənfisi çoxdur deyərdim. Xal verməyə ehtiyac qalsa, mən Polşaya bir xal verərəm. Bu da ki, faizlərin olduqca düşük olması Azərbaycana nisbətən.